Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugün pasientlərimin demək olar ki, əksəriyyətinin verdiyi suallara əsasən davam edəcəyik. Sevgili evlilik münasibətlərində deyir ki, yoldaşım məni tərk edib və yaxud da sevgilim məni tərk edib. Mən ondan necə intiqam alım? Bu əslində hər kəsin içində oturmuş bir yaradır. Mən ona filan şey edəcəm. Mən sübut eləyəcəm ki, əslində o nəyi itiribdir? Nə dərəcədə dəyərli olduğumu görəcək, qədrimi biləcək, artıq gec olacaq. Mən özümün ən yaxşı versiyası olacam. Ya əzələ yığacam, ya sport sala gedib arıqlayacam, yeni birini tapacam və yanından keçəcəm. Özümü inkişaf elətdirəcəm. Bunları eləyin. Yeni birini də tapın. Özünüzü inkişaf etdirin. Dəyərinizi də yüksəldin. Özünüzün ən yaxşı versiyası daim olun. Amma bunu ona görə etmək doğru deyil. Ümumiyyətlə, sevgi münasibətlərində intiqam almaq bu o deməkdir ki, siz zəif pozisiyadasınız. Hələ də münasibəti idarə edən siz deyil, odur. Sizin iradəniz zəifdir. Qəbul olunmaq marağındasınız. İstəyirsiniz ki, kimlərsə sizi qəbul eləsin, kimlərsə sizə mükafat versin, kimlərsə sizi dəyərli hiss elətdirsin. Yəni, kiminsə dəyərindən asılı bir vəziyyətdəsiz. Belə bir durumda siz heç bir zaman güclü bir pozisiyada ola bilmərsiniz. Tərk elədi biri sizi. Normaldırmı? Bəli, normaldırmı? Bu nə sizi yaxşı adam edir, nə də pis adam edir. Nə də onu yaxşı adam edir, nə də pis adam edir. Artıq sizə qarşı hissləri sönübmü? Bu normaldır. Bu nə sizi yaxşı və yaxud da pis adam edir, nə də onu yaxşı və yaxud da pis adam edir. Artıq sizin gözləntilərinizi yerinə yetirmir. Bu normaldır. Hər kəs sizin gözləntilərinizi yerinə yetirsəydi, bu anormal olardı. Bu nə sizi pis adam edir və yaxud da yaxşı adam edir, nə də onu pis adam və yaxud da yaxşı adam edir. Artıq sizə diqqət yetirmir. Bu nə sizi pis adam və yaxud da yaxşı adam edir, nə də onu pis adam və yaxud da yaxşı adam edir. Siz özünüzə icazə verməlisiniz ki, kimsə sizə yox desin. Siz sizə qarşı hissi bitmiş insanı özünüzdən azad eləməlisiniz. Və bu normaldır. Çünki hər kəsin seçim etmə hüququ vardır. Heç bir münasibətlər ömürlük deyildir. Davam edə bilərmi ömürlük? Amma bu çox nadir hallarda olur. Yəni, bir nadir halın uğruna bu qədər dərdən qabağdan çıxmaq nəinki ağılsızlıqdır, eyni zamanda da anlamsızlıqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.